cəhətdən. Məsələ, belə təsəvvür edək, bir insan təsəvvür edin, nə Allaha ibadət etmir, heç bir ibadət növü ilə, nə də Allahdan başqalarına. Allahdan başqalarına. Bu, əslində, bu da öz-özlüyündə bu ibadət edir. Lakin bu nəfsini özünə ilah götürüb. Bu heç. Amma bu adamın zahirən Allahdan başqalarının ibadəti yoxdur. Bunu təsəvvür edin, Allaha da ibadəti yoxdur. Bir də təsəvvür edin, başqa birisi Allaha ibadət edir. Namazı var, orucu var. Allahla bərabər qəbirlərə də ibadət edir, türbələrə də, başqalarına da ibadət sərf edir. Hansı daha pisdir? Birinci yoxsa ikinci? İkinci hansı cəhətdən pisdir? Şirkin izhar edilməsi yönündən, bəli. Çünki bu zaman şirkin izhar edilməsi yönündən bu həm Allah yalanlamış sayılır. Çünki Allah Taala Quranda bunun nəticəsini əmr edib, tövhid əmr edib. Bu isə şirkdən gəlir.